Salam, hər vaxtınız xeyirli olsun. Safiye'nin mətbəxinə xoş gəlmisiniz. Bugün sizlərlə kənd çolpasından ən sadə halıyla çox ləzzətli sousu necə hazırladığımı bölüşmək istəyirəm. Əgər maraqlıdırsa, keçək hazırlamağa. Bunun üçün öncədən yaxşı yuyub təmizlədiyim kənd çolpasını üzərinə soyuq su əlavə edərək qaynadıb kəfini yığdıqdan sonra içərisinə bir kiçik soğan, yarım kök və bir neçə ətirli istiot əlavə edib qapağını belə biraz açıq qoyaraq tam bişənə qədər bişirirəm. Məndə biraz gec bişən olduğuna görə hardasa 1 saat müddətində qaynatmışam və artıq ətlər bişdiyinə görə indi ətlərimizi bulyondan çıxardıram. Əgər sizdə tez bişən çolpa olarsa, yəni bu qaynatma mərhələsini ötürərək, yəni birbaşa ətlərinizi tavaya əlavə edərək birazdan göstərdiyim qaydada hazırlaya bilərsiniz. Bulyonu bir kənara qoyuram və tavamıza yağ əlavə edirik. Mən kərə yağından istifadə etdim. Ancaq istədiyiniz, yəni əlinizin altında olan hər hansı bir yağla hazırlaya bilərsiniz. Yağımızı tavaya əlavə edirəm və gözləyirəm ki, yağımız ərisin. Artıq yağımız yaxşı əriyib. İndi üzərinə toyuqları əlavə edirəm. Siz də eyni qaydada əgər körpə çolpa ətindən hazırlasanız, bu cür əlavə edib bir neçə dəqiqə ərzində, yəni ətlərinizi sadə tək, yəni qovurduqdan sonra, yəni bu kəfinin çıxmamağına görədir, isti yağda yaxşı qovurursunuz bir balaca və daha sonra indi mənim əlavə etdiyim kimi üzərinə soğanı əlavə edirsiniz. Və mən bir neçə dişdə xırda diş acı biber əlavə etdim. Yəni biber sevənlər biberdən də istifadə edə bilərsiniz. Biz acılı sevdiyimizə görə mən sadəcə bir neçə diş gördüyünüz kimi çox azacıq acı biber əlavə etmişəm. Və ətimizi soğan qarışıq bir neçə dəqiqə ərzində ara sıra qarışdıraraq qovuruq. Və üzərinə duz əlavə edirəm azacıq, yəni soğana görə. Deməli, mən əti bişirərkən ətlərin bişməyinə bir 10-15 dəqiqə qalmış duz da əlavə etmişəm. Bunu yəni videoda montaj edərkən kəsib çıxartmışam. Yəni siz ətinizi qaynadarkən, yəni ətləriniz bişdikdən sonra duzu əlavə edin ki, ətləriniz bərkiməsin. Və çox qızartmadan, yəni mən soğanları çox qızartmıram. Soğanlar qızılı rəng aldıqdan sonra artıq digər tərəvəzlərimizi əlavə edəcək. Deməli, öncə mən pomidor əlavə edirəm. Siz təzə pomidordan da istifadə edə bilərsiniz. Mən yayda bağladığım soyulmuş pomidordan əlavə edirəm. Əgər evdə pomidor və yaxud bu cür bağlama pomidor yoxdursa, o zaman bu yeməyinizi tomat pastası ilə də hazırlaya bilərsiniz. Bir xörək qaşığına qədər, yəni daha artıq olmasın, tomat pastasını əlavə edirsiniz və tomat pastası tam yağa düşənə qədər, istər pomidor, istər tomat pastası yağa düşənə qədər qovrulduğu vaxt mədədə heç bir narahatçılıq, yəni yanma, qıcqırma kimi hallar yaratmır və yaxşı qovururuq ki, tam yağa düşsün. Baxın, mən indi sizə göstərəcəm. Yəni yeməyimiz tam yağa düşdükdən sonra, baxın gördüyünüz kimi, baxın nə cür gözəl yağa düşüb. Yəni bu hala gələnə qədər yaxşıca qovururuq. Və artıq tam yağa düşdüyünə görə indi mən üzərinə kartofunu əlavə edirəm. Və kartofları da artıq əlavə etdiyimizə görə indi üzərinə suyunu əlavə edəcək yeməyimizin və bu artıq sizin öz zövqünüzə görə biraz az, biraz çox ola bilər. Yəni sulu sevənlər biraz daha artıq etsinlər. Əgər bulyonunuz biraz az qalıbsa, toyuq qaynarkən biraz çaydandan, yəni qaynar suda əlavə edə bilərsiniz. Və yaxud əgər qoru formada, yəni çox sulu olmayan halda sevirsinizsə, suyunu biraz az əlavə edin. Biz çox sulu sevmədiyimizə görə mən gördüyünüz kimi hətta üzərinə belə çıxmır. Yəni suyunu az əlavə edirəm və qazın alovunu aşağı həddə gətirərək bağlı qapaq altında tam 20 dəqiqə ərzində qapağını açmadan yeməyimizi bişirirəm. Həqiqətən çox ləzzətli
Yemeğimiz alındı. Siz de eyni qaydada hazırlayın. Əminəm ki, siz də çox bəyənəcəksiniz. Və qeyd edim ki, mən bu yeməyə sarı kök əlavə etmədim. Ancaq sarı köklü sevənlər yeməyinizin altını söndürməmişdən bir 5 dəqiqə əvvəl çay qaşığının ucunda biraz sarı kök də əlavə edə bilərsiniz. Və yeməyin kartofları bişdiyinə görə mən qazın altını söndürürəm. Qapağı ağzından qoyub 5-10 dəqiqə dincəltdikdən sonra artıq yeməyimizi servis edə bilərik. Bu qədər asan və artıq çox ləzzətli yeməyimiz hazırdır. Mən yeməyimizi bişirərkən içərisinə göyərti əlavə etməyi sevmədiyim üçün yemək hazır olduqdan sonra üzərinə azacıq keşniş əlavə edəcəm. Siz də öz zövqünüzə uyğun istədiyiniz formada süfrəyə təqdim edə bilərsiniz. Məndən bu qədər. Allah hər birinizin evinə bol ruzi bəxş etsin və sevdiyiniz təamları sağlam canlı ailə üzvlərinizlə bərabər hazırlayıb nuş edəsiniz. Əgər videomu bəyəndinizsə, bəyən düyməsinə basmağı, şərhlərdə fikirlərinizi yazaraq kanalıma dəstək olmağı unutmayın. Bu sizin üçün asan, mənim üçünsə çox dəyərlidir. Dəstək olan hər kəsə öncədən təşəkkür edirəm. Sağ olun, Allah'a emanet olun. Gələn videolarımda görüşənədək.